Salam, hər vaxtınız xeyir olsun. Bugün bazar günü olduğu için soyuducuya hazırlıq görürəm. Universal qat-qat xəmir hazırlayıram. Mən hər dəfə 1 kiloqramdan hazırlayıram. 1 kiloqram una, 500 qram yağı süzgəcdən keçirdim, umaç halına salıram. 250 ml soyuq suyun içərisinə 9% uksus əlavə edirəm. 1 xörək qaşığı və 1 çay qaşığı duz əlavə edirəm. Yaxşı həll edib 4 yumurta ilə birlikdə qarışdırıram. Və hazırladığım umacın içərisinə mütləq soyuq halda bu mayeni qatıb xəmiri yoğururam. Xəmiri çalışın soyuq bir yerdə hazırlayın, yəni isti otaqda hazırlamayın ki, yağ əriməsin. Bu universal bir xəmirdir. Bunun içərisinə ət, qiymə və yaxud da cem qoyub istədiyinizi hazırlaya bilərsiniz. Çox bərəkətli bir xəmirdir. Mən bunu 3 hissəyə ayırıb 3 paketdə buzluğa qoyuram. Və keçirəm toyuq hazırlamağa. Toyuğu bastırmalı edirəm. Bastırma eləmək üçün mütləq sos hazırlayıram. 3 xörək qaşığı mayonezin üzərinə 2 xörək qaşığı bitki yağı, 3 xörək qaşığı mən göyəm sirkəsindən istifadə edirəm. Xardal, duz, istiot, pul biber və rozmarin qatıram biberiyə. Çox dadlı bir bastırma alınır. İstər sobada, istərsə də qızartmalarda. Və həmin sosu yuyub təmizlənmiş, suyu artıq getmiş toyuğun üzərinə əlavə edib qarışdırıram və paketlərə yığıram. İstər sobada, istərsə də qızartmalıq çox dadlı olur. Və keçirəm şabalıqları təmizləməyə. Yayda şabalı tapmaq olmur, həm də baha olur. Ona görə elə indidən ehtiyatımı görürəm. Bir faydalı məsləhət də ət haqqında. Əgər soğanlı əti buzluğa qoyursunuzsa, mütləq yarım çay qaşığı soda və biraz da limon suyu əlavə edib buzluğa qoyun. Ət qaralmır, soğan da keyfiyyətini itirib ətə acılıq vermir. Mütləq bu üsuldan hazırlayın. Əminəm çox bəyənəcəksiniz. Bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın.